Sən mənə göstərdiyin. Nə deyim? Hə, məsələn, yenə deyirəm, əzbərə işləməyə başını burax. Məsələn, gəlib açırsınız xaladenik ki, adi ev olsun. Yəni, bu mənim fikrimdə tutdum ki, makaron kimi elə bir şey olmasın. Açdınız xaladenik, məsələn, adi bir xurma, gəlin görün burada xurma var. Bu xurmadan nəsə çay, maşallah, xeyli adamıq. Yəni, bundan məsələn bir çay, bunu adicə götürdük, içərdik, məsələn, tutaq ki, açdıq içini, yəni bu formada. Heç bir şeydə, yəni bu xurma özü gözəl nemətdir. Bunu qoyduq bir qaqa. Məsələn, adi xurmanın çərdəyini çıxardırıq bu formada. Bunu bir istəsək badamı zövqə görə, istəsək badamı qovururuq, qabıqdan çıxardırıq, istəməsək bu formada. Yəni bunun içinə qoyuruq. İndi özüm gedişatı göstərəcəm sizə. Yəni bu forma bir şey düzəldib, balla, qozla falan indi bunu tavada düzəldəcəm. Bunu adi bir çayın içi, yəni yenə deyirəm, yəni fantaziya olmalı. Yəni bunu mən hardasa ya görməmişəm, eləməmişəm. Sadəcə insan da fikirləşirsən ki, bu çərdən yenə badam olsa, əl olar, xırılsıldıya yeyərsən, çayla da içərsən. Yəni yenə deyirəm, bu iş fantaziya işidir. Yəni beyninizi işlətməlisiniz, yəni əzbərə işləməlisiniz. Yəni bura gəldim, bu gün usta çığırtma bişirdi, sən bəlkə bunu məndən yaxşı bişirərsən. Gedərsən evə deyərsən ki, bu belədir. Pomidoru məsələn tutaq ki, qabıqlı vurdum, mən qabıqsız vurum, tyorkadan keçirdim. Yəni o sizin öz beyninizi işlətməlisiniz. Yəni əzbərə işləsəniz bu işdən bezəcəksiniz. Yəni çalışın əzbərə işləməyin. Yəni falan usta belə elədi, şirəlidanan falan usta belə elədi, şirəlidanan nə bilim, çığırtmanı belə elədi, bunu eləməyin. Yəni özünüz beyninizi işlədin, yağ kimdə gedəcək.